Lev Tolstoyun dünya ədəbiyyatının zirvələrindən biri hesab olunan Anna Karenina romanı ilk baxışdan tamamilə xəyali görünsə də, əslində real insan həyatlarının, tarixi şəxsiyyətlərin və yazıçının yaşadığı dövrün səs-küylü hadisələrinin möhtəşəm bir sintezidir. Tolstoy ətrafındakı insanların gizli dramlarını, ailə üzvlərinin xüsusiyyətlərini və cəmiyyəti sarsıdan real faciələri dahi sənətkar təxəyyülü ilə işləyərək sadəcə bioqrafik faktlar deyil, bəşəri duyğuların sarsıdıcı dramını ortaya qoymuşdur. İki qadının bir taleyi, Anna Karenina. Romanın baş qəhrəmanı Anna həm bənzərsiz gözəlliyi, həm də faciəvi sonluğu iki fərqli qadının həyatından götürülmüşdür. Annanın kübar cəmiyyətdə heyranlıq doğuran xarici görünüşü, xüsusən də məşhur bal səhnəsindəki qara qıvrım saçları, dik duruşu və zərifliyi dahi şair Aleksandr Puşkinin qızı Mariya Aleksandrovna Qartunqa məxsusdur. Tolstoy 1868-ci ildə bir məclisdə Mariya ilə tanış olmuş və onun estetik gözəlliyi ilə valeh olaraq bunu öz qəhrəmanına köçürmüşdür. Lakin Annanın mənəvi istirabları və qatarın altına atılaraq intihar etməsi tamamilə fərqli bir real hadisəyə dayanır. Tolstoyun qonşusu və dostu olan biblioqraf Aleksandr Bibikovun ev qulluqçusu və sevgilisi Anna Stepanov Piragova qısqanclıq və xəyanət ucbatından özünü qatarın altına atmışdır. Şəxsən dəmir yolu stansiyasına gedərək qadının bu faciəvi sonluğunu görən Tolstoy öz qəhrəmanına da məhz bu amansız sonluğu layiq gördü. Coğrafiyaçı Lev Mechnikov ilə Olga Skartyanın Florensiyadakı qeyri-müəyyən həyatı və ya Sofiya Baxmetevanın ilk həyat yoldaşı Milleri tərk edərək şair Aleksey Konstantinoviç Tolstoya qoşulması cəmiyyətin bu növ qadağan olunmuş eşqlərə qarşı amansız reaksiyasını göstərirdi. Yazıçının öz əksi Konstantin Levin və Kitty Sherbatskaya. Romanın ən avtobioqrafik tərəfi Konstantin Levin obrazıdır. Levinin kənd təsərrüfatına baxışı, kəndlilərlə münasibəti, dini və fəlsəfi axtarışları bütövlükdə Lev Tolstoyun öz həyatı və düşüncələridir. Hətta Levinin Kitty'yə təbaşirlə hərflər yazaraq evlilik təklif etməsi və toy qabağı öz köhnə günahlarını etiraf etmək üçün gündəliklərini ona oxutması səhnələri Tolstoyun öz həyat yoldaşı Sofiya ilə yaşadığı real hadisələrin eynisidir. Kitty obrazı da məhz Sofiya xanımın gənclik illərini, saflığını və ailə dəyərlərinə bağlılığını təmsil edirdi. Parlaq zabit tipi Aleksey Vronski, zəngin, yaraşıqlı və aristokrat qrafidiya sabiti qraf Aleksey Vronski obrazı bir neçə real şəxsin ümumiləşdirilmiş cizgilərindən yaranıb. Onun yüksək cəmiyyətdəki kübar davranışlarında yazıçının uzaq qohumu və şair Aleksey Konstantinoviç Tolstoyun izləri görünür. Digər tərəfdən Puşkinin yaxın dostu olan məşhur general Nikolay Rayevskinin nəvəsi Serbiya-Türkiyə müharibəsində könüllü iştirak edən və orada həlak olan Nikolay Nikolayeviç Rayevski isə Vronskinin romanın sonundakı hərbi taleyinin və ölümünün əsas prototipidir. Annanın soyuq, quru və rəsmiyyət düşkünü olan həyat yoldaşı Aleksey Karenin üçün əsas qaynaq tanınmış dövlət xadimi və nazir müavini knyaz Sergey Aleksandroviç Urusov olmuşdur. Urusovun dövlət adamı soyuqluğu, rəsmi danışıq tərzi və özünə məxsus dini baxışları digər yüksək rütbəli məmurların xüsusiyyətləri ilə birləşdirilərək Karenin obrazında cəmləşmişdir. Bunun tam əksinə, Annanın şən, sevən, lakin məsuliyyətsiz və xəyanətləri ilə tanınan qardaşı Stiva Oblonski isə Tolstoyun yaxın dostu Moskva qubernatoru Vasiliy Stepanoviçdən ilhamlanıb. Eyni zamanda Tolstoyun uzaq qohumu ilə evli olan Porfiryevin hər kəslə dil tapan, şən xasiyyəti və vizual görünüşü Stiva ilə tamamilə üst-üstə düşürdü.